Bu hansı notadır? Bilmirəm. Bunu oku görüm. Ucadan, ucadan. Sen şey eşidirsen, o kışkırır kaçar. Biz onu kurtarmalıyıq. Neçə yaşın var? 13. Xanəndə olmaq istəyirsən? Heç məndən xanəndə olar. Olar. Axı o niye okuyurdu ha? Laf yavru olduq. Yaman da yükümüzü tuttuk. Olur, gelirler. Bırakın onu Teymur Aliyeviç. Bırakın onu. Sən də buradasan Saşa. Sənin bu hərəkətlərini atana deyəcəyəm. Almaları borcu yığmışıq. Biz de verebiliriz. Biz almaları öz yerine koyabiliriz. Ha? Yerinə qoymaq yox, asmaq, yerinə asmaq lazımdır. Biz teşebbüs göstermek istəyirdik. Sizlər də buna təşəbbüs göstərmək deyirlər. Amma məncə buna alma uğurluğu deyirlər. Bu bağda elədiyin işlərin hamısını açıb evdə deyil. Aydındır? Almaları özümüze yığmamışıq. Şeflimizdeki gospital için yığmışıq. Hə? Hoş gördük. Niye dinmirsən? Size ne olmuştur ki? Bundan artık ne olabilir ki? Biz möhkem dalaşmışıq. Hı? Hə Mitya, senin bu əzizcə kızın bugün Profesör Recepovu soymuştur. Neyce? Hə? Yoldaşlarıyla profesörün bağından oğurluq edib. Biz Almanı gospital üçün dərmişik. Belki muharebeden sonra Hasan Dimitriç başım biraz ayıldı ve seninle çok meşgul olabildim. İndi ise senden xahiş edirəm ki yersiz hareketlere yol verme ve Natasha bibinin sözüne bak. Atacan! Mən heç onun sözündən çıxmıram. Axı sən onun xasiyyətinə bələdsən. Saşacan, at bu şalvarı, axı dizlərin çapıq-çapıq Merhaba, olur. bilirsen ne var, bəsdir. Eşittin? Bak bu axırıncı dəfə olsun. Bildin? İndi ise dur get ora, kresloda otur ve yaxşı-yaxşı fikirləş.